Gəncələr kəndinin İmişli rayonu sahəsidir bura və Mirsəlah dostumuz da, seçicimiz də, əzizimiz də burada böyük bir şaftalı bağı salır. Neçə hektardır? Hardasa 20 hektara yaxındır. 20 hektara. 20 hektara yaxındır. Şaftalı bağı salır. Nektarı şaftalıdır. Türkiyədən gətirilmişik bu ağacların hamısı. Güclü məhsuldar bir ağacdır. Yəni Türkiyədən gətirilmiş bu demək şaftalı. Bunlar tüksüz şaftalı deyirlər. Elə deyilmi? Tüksüz şaftalı. Gedək ki, bura yerlər qazılıb. Hazırlanıb hardasa 40-a yaxın, 50-yə yaxın daha işçilər var. Hamısı da görürəm, belə bu da insanlar var. Ola ki, kəndimizdə hardasa ki, işsizlik müəyyən qədər işsizliyin aradan qalır. Əlbəttə ki, xeyli adam işləyir. Damlama üsulu ilə suvarılacaq. Şirkət gəlib o damlama üsulu ilə olan qurğuların hamısını quracaq. Sonra suvarma sistemi. Bunlar damlama sistemi ilə bütöv qurulacaq. Və 20 hektardır. 20 hektara yaxındır. Mənə belə gəlir ki, bu 20 hektarı inşallah burada bu şaftalı bağı salınandan sonra İmişliyə də artıq bir ikinci quba deyə biləcəyik. Və bu mənə belə gəlir ki, bu İmişlinin ekologiyasında dəyişəcək, müsbət təsir göstərəcək. Həm də ki, məncə burada bir kənd turizmi də qurmaq olar. Yəni insanlar, çünki mən belə yerləri görmüşəm, ekoturizm. Məsələn, burada gözəl bağ salınacaq, gəlib məsələn, burada gəlib özləri dərib ala bilərlər, gəlib gəzə bilərlər burada, şəkil çəkdirə bilərlər. Gözəl bir mənzərə yaranacaq burada. Çox gözəl, çox ümumiyyətlə, kənd təsərrüfatının ayrı-ayrı sahələri vardır, hər birimizə məlumdur. Bu sahəni seçmişik, biz bu, necə deyirlər, əkinçilik sahəsini. Planımızda belədir ki, hal-hazırda bu 20 hektar əkisin qutarsın, gələn il yenə də 20 hektar əkim, 40 hektar bağ salmalıyıq. 40 hektar? Bəli, 40 hektar nektarın bağ salacaq burada. Bu tərəfdən gəlir. Bəli. İkinci sahəmiz də heyvandarlıq sahəsidir, maldarlıq sahəsidir. Maldarlıqla da məşğul. Bəli, onu da seçmişik. Maldarlıq üçün də özümüzün böyük ferma binaları, heyvandarlıq üçün heyvandarlıq binalarımız var. Hardasa 200 başa yaxında elə burada bizim özümüzün o binalarımız var. Biz də fikirləşirik ki, gələn il südçülük təsərrüfatı ilə də məşğul oluq. Hər iki təsərrüfatı paralel olaraq işlədək və necə deyirlər, ərzaq proqramlarının həyata keçirilməsinə müəyyən qədər də olsun köməklik göstərək. Çox gözəl. Səni təbrik eləyirəm Mirsəlah. Səni təbrik eləyirəm. Sənə uğurlar arzulayıram. Çox sağ olun. Arzu edirəm ki, sən buradan gözəl bir biznes qurasan, pul qazanasan, həm də iş yeri yaradasan. Sağ olun. Uğurlar arzulayıram. Çox sağ olun, çox var olun. Gəldiniz.